Maşının motoru səs elədi, zəng vurdum müdürə, dedim ki, müdür, maşının motorundan səs gəlir. Oturduq, maşını qovduq, maşının motoru tökdü. Qamaz işləmədiyinə görə, maşın işləmədiyinə görə səhər maaş yazılmır. Bu dəfə barometrə Ucar rayon kommunal müəssisələri kombinatının sürücüsü İsa Dünyamalıyev tərəfindən şikayət daxil olub. Onun sözlərinə görə 6 ildir məişət tullantıları daşıyan xidmət avtomobili idarə edir. Bu müddət ərzində yaranan xırda-nasazlıqları dəfələrlə öz hesabına aradan qaldırıb. Lakin təxminən bir ay əvvəl avtomobilin mühərriyində ciddi problem yaranıb və bu barədə dərhal müəssisə rəhbərliyinə məlumat verib. Amma rəhbərlik müəssisə balansında vəsait olmadığını əsas gətirərək təmir xərclərinin onun şəxsi hesabına ödənilməsini tələb edir. 4 az yaşlı uşağım var, xəstədədən xəstəxanam mənim himayəmdədir. Mən işləyirəm, deməli 5 ildən çoxdur kommunal müəssisələr kombinatında. Deməli bizim iş elə işdir ki, bizim işdə alt xadno yoxdur, opuska yoxdur. Yəni mən keçən ay opuskada olduğum halda maşının motoru səs elədi, zəng vurdum müdürə, dedim ki, müdür, maşının motorundan səs gəlir. Müdür dedi ki, maşını söndür, saxla, Bakıdan mütəxəssis gəlir İkiramadında. O gəlib baxsın deyəriz. Sabahsı gün həmən o mütəxəssis gəldi. Gəldi, çatdı, çatan kimi dedi ki, maşının hava filtrini çıxartdıq, təzəsini aldıq, qoyduq üstünə. Mənə dedi ki, bəs qalıfqanın arasında toz da olub, yarpaq da olub, maşın qovulmalıdır. Mən zəng vurdum, müdürə xəbərdarlıq elədim ki, bu köhnə maşındır, bu 15-14 ilin maşındır, bunu qovmaq düzgündür. Deyir o mütəxəssisdir, nə deyir onu elə. Oturduq, maşını qovduq, maşının motoru tökdü. Tətdik gördüyünüz kimi maşını saxladıq burada. Mən keçən ay opuskada, elə bir həmən vaxtda opuskada olduğuma görə opuska maaşımı ikisini bir almışdım. İndi dünənlərim mənə zəng vurdular, dedilər ki, bəs müdürcül, sənə maaş yazmırıq, sənə maaş yaza bilmirik daha doğrusu. Qamaz işləmədiyinə görə, maşın işləmədiyinə görə sənə maaş yazılmır. Balansımızda vəsait yoxdur, vəsait ola bilsin may ayında, iyun ayında köçər balansımıza. Ona kimi gidiyoruz Belarusiyada, Moskvada iştab cavan olansan işdə. Mənə dedi ki, əgər yəni istəyirsənsə maaş alasan, o maşının motoru ya düzəlməlidir, maşın işə çıxmalıdır, sənin maaş almaq ondan ötürü. Ya da ki, gözləməlisən 4 ay, 5 ay bizim nə vaxtsa balansımıza vəsait köçərsə, maşın düzələr, gələrsən, sənə maaş yazarıq. Yığdırmalısan deyəndə ki, yəni deyir, maaş almaq istəyirsənsə, birinci maşının motoru yığılmalıdır. Məndə ki, yoxdur o pul. Adəti qurumlardan ki, yəni bax, Göyçay rayonudur, Kürdəmirdir, İmişlidir, Mingəçevirdir, yaxın rayonların hər birinə verilib Kamaz zibil maşını. Xahiş eləyərdik, bizim də rayona verilsin, mən işsiz qalmayayım, yoxsa Asəm Kərimov mənə maaş yazmır. Xəstə dədə, xəstə ana dediyim kimi üzr istəyirəm. 4 dənə də az yaşlı uşaq mənim himayəmdədir. Bilmirəm nə var. Sözün əsl mənasında çörəyini zibil daşımaqla qazanan kommunal işçi bugün həm avtomobilsiz, həm də maaşsız qalıb.